İzləyicilərimiz təqdim edəcəyim yaşayışlı və əşyaları ilə satışa çıxan ev Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşir. Star marketə yaxın, ümumiyyətlə magistral yola yaxın, piyada çıxa biləcəyiniz məsafədə. Hansısı ki, o yolda marşrut keçir birbaşa Koroğlu 217-dir, hə? Evin də torpağında çıxarışı bütün əşyaları ilə birlikdə 3 otaq həyət evi cəmi 88 min manata satışa çıxır. Evin qiyməti endirilmiş qiymətdir. O qiymətlərə cüzi indirim nəzərdə tutulur. Yəni də real müştəri eviyyəsi danışacaq. Evdən çıxarılacaq əşya bir dənə soyuducudur, bir də televizoru. Qalan bütün əşyalar evin içərisində qalacaq. Evin də torpağında çıxarışıdır, kupça, paket kupça. Qonaq otağına başlarıq çəkilişə. Burada bir ailə yataq otağı, tək otaqları yox. Biz ətraflı sizə əşyaları da çəkirik. Nə gözəl mebeldir. Taxtıdır, komotudur. Şkafıdır. Şkafı göstərib taxt dedim mən. 2 dənə də tumuçkasıdır. Qapısına kimi yolu asfalt, mərkəzi kanalizasiya sistemi, sanitar qovşağı sanuzeli, ikisi bir yerdədir. Evdə yaşayış var hal-hazırda. Moydadır, istipol, aksesuarlar, hər bir şeyi var. Start qiymət 88 min manatdır. Real müştəriyə dediyim kimi indirim olacaq. Mətbəxin gözəlliyinə bax. Geniş mətbəx mebeli. Özü pəncərədə yerdən qoyulub, pəncərələrin reşotkasına kimi var. Balkonda da, kiçik balkonda da belə deyə çıxışı var. Mebel qalır təbii ki, dediyim kimi. Buradan bir dənə bu soyuducu çıxacaq. Televizorla soyuducu qalan bütün əşyalar qalır evin içərisində. Gedək sizə həyətlə tanış eləyəcəyik. Evimiz 2 sot torpaq sahəsinin içərisində. 7 daş kürsüdə, dairəvi qoşadaş, üstü də kəmərlidir. 3 otaqdan ibarətdir. Padvalına, yuxarısına girişi var. Qazı, suyu, işığı zaten var. Dediyim kimi ev yaşayışlıdır. Burada günə gözəl balkonu. Kombisi, radiatoru, pəncərələrin reşotkasına kimi var. Ehtiyat su çəni. Dediyim kimi evdən heç nə çıxarılmayacaq. Bir də televizorla soyuducu. Qalan hər bir şey qalır. Evində torpağında çıxarışı. Buranı alan müştərimiz kupçasını götürən sonra rahat şəkildə qeydiyyata düşə bilər. Biləclərim, videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.